Salam dostlar, kanalıma xoş gəlmisiniz. Mən Əli Ağayev. Bugünkü videoda biz bir yerdə saçlarımıza vaks vuracağıq. Vaks vurmamışdan əvvəl siz 5 qızıl qaydanı bilməlisiniz. Çünki bu 5 qızıl qaydanı bilmirsinizsə saçlarınıza zərər vermiş olacaqsınız. Gəlin başlayaq. Və sizə 5 vacib qaydanı öyrədəcəm. Əgər bu siz qaydaları öyrənsəz, saçlarınız heç vaxt tökülməyəcək və saçlarınıza heç vaxt zərər dəyməyəcək. Birinci qaydası: quru saçlara vaks vurmaq olmaz. Gördüyünüz kimi hal-hazırda saçlarım qurudur və mən gedib saçlarımı isladacağam. Saçlarım artıq yaş oldu və indi saçlarımıza dəniz duzu vuracağıq. Bu da ikinci qayda. Saçları həcmli göstərmək üçün siz yağ və yaxud dəniz duzundan istifadə edə bilərsiniz. Mən belə bir dəniz duzudur, evdə hazırlanıb. Və dəniz duzunu biraz qarışdırırıq, hər tərəfə yayırıq, yavaş-yavaş. Buna əlavə bizə 2 cür daraq lazım olacaq. Daraqlarım biri belədir, enli diş, biri də belə. Vaksımız budur. Mən bu qədər vaks götürdüm, çox vaks götürmək lazım deyil. Üçüncü qayda bilməliyik ki, vaksdan istifadə edəndə siz vaksı yaxşı-yaxşı qızışdırmalısınız. Biz də vaksı qızışdıracağıq yaxşı-yaxşı və hər tərəfə yaymalıyıq. Bütün barmaqlara yayın və ilk öncə biz saçların arxasında istifadə edəcəyik vaksı. Və saçın kökünə heç vaxt vaks vurmayın və yaxud başqa produkt vurmayın. Heç yağ da saçın kökünə vurmayın. Əgər saçlarınız nazikdirsə, siz belə enli daraq götürməyiniz yaxşıdır. O bir darağı mən arxalar üçün eləyirəm buralar. İndi biz saçlarımızı bir tərəfə eləyəcəyik. Mən qaşın bu tərəfdən seçirik, saçlarımıza gedirik və atırıq bu tərəfə. Əllərlə yan hissələri yatışdırmalıyıq. Yatışdırdıq. Bu da 5-ci qayda. Vaksınız qurusa ona daraq vura bilmərsiniz. Saçlar bərkiyir, ondan sonra daraq vurmaq lazım deyil. Biz nəyə görə vaksdan istifadə elədik? Vaks istifadə elədikdə isə saçlarınızı gün ərzində bir neçə dəfə ora-bura dəyişə bilərsiniz. Saçın ümumi görünüşü bu cür olacaq. Yaxından baxmaq istəyirsiniz, baxın. Burada sonlandırıram. Növbəti videoda görüşənədək kanalıma abunə olmağı və like qoymağı unutmayın. Hələlik.